Salam uşaqlar, hər vaxtınız xeyir. Biz sizinlə bugün əsas və köməkçi nitqisələr haqqında danışacağıq və əsas və köməkçi nitqisələrin bir-birindən fərqləndirilməsi məsələsinə baxacağıq. Qrammatikadan danışaq. İlk olaraq, qrammatika özü iki qola bölünür. Morfologiya və sintaksis. Biz morfologiyada nitqisələrini öyrənəcəyik, onların quruluşunu öyrənəcəyik, forma məsələsini, dəyişmə xüsusiyyətlərini və s. Sintaksisdə isə biz öyrənəcəyik söz birləşmələrini, cümlələri, mətnləri, cümlə üzvlərini, cümlə üzvləri ilə əlaqəli olmayan sözləri, cümlənin növlərini, bunları isə sintaksisdə öyrənəcəyik. İndi keçirik nitq hissələrinə. Dedik, nitq hissələrini biz harda öyrənirik? Qrammatikanın morfologiya bölməsi şöbəsində. Ümumiyyətlə, nitq hissələri nədir? Baxın, hər hansısa bir söz müəyyən bir nitq hissəsinə mənsubdur. Yəni, ya əsas nitq hissəsinə, ya da köməkçi nitq hissələrinə. Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür ki, buna da nitq hissələri deyilir. Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür ki, bunlara da nə deyirik biz? Nitq hissələri deyirik. Nitq hissələri də iki yerə bölünür. Əsas nitq hissələri, köməkçi nitq hissələri. Deməli, nitq hissələri bölündü iki yerə. Əsas və köməkçi. Əsas nitq hissələrinə nələr daxildir? İsimdir, sifət, say, əvəzlik, feil və zərf. Köməkçi nitq hissələrinə isə qoşma, bağlayıcı, ədat, modal sözlər, modal söz və bir də nida. Yaxşı, bu əsas nitq hissələrinin, köməkçi nitq hissələrinin fərqi nədir? Uşaqlar, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası olacaq. Məsələn, əsas nitq hissəsinə aid bir söz yazaq. Qırmızı. Qırmızı. Necə qırmızı? Görürsünüz, leksik mənası nədir? Qırmızı, rəng bildirən bir sözdür. Rəng bildirir. Qırmızıya çalan bir rəng, parça, nəsə bir şey. Qırmızının bəs qrammatik mənası nədir? Qırmızı necə sualına cavab verir? Sifətdir, adi dərəcədədir və s. Bu da onun qrammatik mənası olur. Deməli, əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası olur. Əsas nitq hissələri ayrılıqda işlənərək müstəqil leksik məna bildirir. Məsələn, qırmızı sözünü ayrılıqda da versəm, qırmızı bilinir nədir, nədən söhbət getdiyini də bilirik. Ayrılıqda işlənir. Görürsünüz, suala cavab verdi. Qırmızı. Necə qırmızı? Suala cavab verir. Deməli, suala, burada qısa yazıram. Suala cavab verdi. Leksik və qrammatik mənası oldu. Bir də dedik, ayrılıqda işlənə bildi. Ayrılıqda işlənə bildi. Sonra dördüncü xüsusiyyəti. Əsas nitq hissələri leksik şəkilçi artıraraq onlardan yeni söz yarada bilirik. Əsas nitq hissələrinə leksik şəkilçi artıraraq yeni sözlər yarada bilirik. Məsələn, deyirəm ki, kitab. Kitab nə? Kitab. Görürsünüz, isimdir. Buna xana sözünü, xana şəkilçisini artırıram. Kitabxana. Müstəqil mənalı yeni bir söz yaratdım. Kitabxana, kitabların olduğu yer anlamında. Deməli, leksik şəkilçi artırırıq və yeni sözlər yaradırıq. Yəni, əsas nitq hissələri söz yaradıcılığında iştirak edir. Söz yaradıcılığında iştirak edirlər. Qrammatik şəkilçi qəbul edə bilirlər. Həmçinin qrammatik şəkilçi də qəbul edirlər. Baxın, qırmızılar, qrammatik şəkilçi qəbul etdilər, lərcəm şəkilçisi. Kitabxanalar, görürsünüz, lərcəm şəkilçisi qəbul etdi və yaxud kitabxanamız, mənsubiyyət şəkilçisi qəbul etdi. Deməli, əsas nitq hissələri həmçinin qrammatik şəkilçi də qəbul edir. Yəni, formaca dəyişir. Formaca dəyişmək nədir? Qrammatik şəkilçi qəbul etməkdir. Yəni, bir söz qrammatik şəkilçi qəbul edibsə, formaca dəyişib. Qırmızılar sözü bizə desələr, formaca dəyişib? Bəli, formaca dəyişib. Nəyə görə? Çünki qrammatik şəkilçi qəbul edir. Qrammatik şəkilçi axı sözün formasına təsir edirdi. Leksik şəkilçilər quruluşuna təsir edirdi. Yeni söz yaradırdı. Söz yaradıcılığında iştirak edirdi. Qrammatik şəkilçilər isə formasını dəyişə bilirdi. Quruluşca üç cür olur. Əsas nitq hissələrinin növbəti xüsusiyyəti quruluşca üç cür. Bu nə deməkdir? Yəni, sadə də olur, düzəltmə də olur, mürəkkəb də olur. Qırmızı sadədir, kitabxana düzəltmədir, dəvə dabanı isə mürəkkəbdir. Görürsünüz, əsas nitq hissələri quruluşca üç növdə oldu. Bu əsas nitq hissələrinin xüsusiyyəti idi. Bəs köməkçi nitq hissələrinin xüsusiyyətləri nədir? Baxın, köməkçi nitq hissələrinin leksik mənası olmur. Leksik mənası olmur. Məsələn, bura yazıram ki, bura yazıram dadə,
Bura yazıram. Ancaq. Bu sözlər köməkçi nik hissələridir ki, həm bağlayıcı, həm ədat kimi işlənir. Dadə, ədat və bağlayıcı kimi işlənir. Ancaq ədat və bağlayıcı kimi işlənir. Bunların görürsünüz, leksik mənası yoxdur. Yəni ki deyəndə ağlınıza nə gəlir? Heç nə. Dadə deyəndə leksik mənası olan bir söz gəlir? Yox. Leksik mənası yoxdur. Köməkçi nik hissələrinin yalnız qrammatik mənası var. Qrammatik mənada nə idi? Onun hansı nitq hissəsinə mənsublu o? Qrammatik mənası. Deməli, köməkçi nik hissələrinin leksik mənası, köməkçi nik hissələrinin leksik mənası olmur, yalnız qrammatik mənası olur. Sonra suala cavab vermirlər, heç bir suala cavab vermirlər. Sonra ayrılıqda cümlə üzvü ola bilmirlər. Leksik şəkilçi artıraraq yeni söz yarada bilmirik. Qrammatik şəkilçi qəbul etmirlər. Görürsünüz, əsas nik hissələrindən danışanda didi ayrılıqda işlənə bilirlər. Suala cavab verirlər. Cümlə üzvü olurlar. Leksik şəkilçi qəbul edərək dəyişə bilirlər. Qrammatik şəkilçi qəbul edərək formaca dəyişə bilirlər. Amma köməkçi nik hissələrində dedik leksik mənaları yoxdur. Yalnız qrammatik mənası var. Ayrılıqda işlənə bilmir, suala cavab verə bilmirlər, ayrılıqda cümlə üzvü ola bilmirlər, leksik şəkilçi artıraraq yeni söz yarada bilmirik, qrammatik şəkilçi qəbul edərək formaca dəyişə bilmir. Bu da köməkçi nik hissələrinin xüsusiyyətidir. Və köməkçi nik hissələri quruluşuna görə iki cür olur. Köməkçi nik hissələrində düzəltmə anlayışı yoxdur. Leksik şəkilçi artırıb yeni sözlər yarada bilmədiyimiz üçün bunlarda düzəltmə anlayışı yoxdur. Yəni köməkçi nik hissələri ya yalnız sadə olacaq, ya da mürəkkəb olacaq. Məsələn, deyirəm ki, görürsünüz, sadə köməkçi nik hissəsidir. Və yaxud kaş ki, mürəkkəb ədatdır. Düzəltmə məsələsi isə köməkçi nik hissələrində olmur. Sonra burada köməkçi nik hissələrinin bəzi xüsusiyyətlərini, qısa xüsusiyyətlərini sizə çatdırmaq istəyirəm. 5-ci sinif dərsliyinə uyğun olaraq video çəkildiyi üçün qısa məlumat verəcəm. Ətraflı məlumat verilməyəcək. Qoşma. Qoşmanın əsas xüsusiyyəti nədir? Qoşma köməkçi nik hissəsidir və sözlərə qoşularaq müəyyən mənaçaları yaradır. Baxın, deyirəm, evə doğru gedirəm. İstiqamət bildirir, bu mənaçalarını yaratdı. Evə sarı gedirəm, yenə istiqamət bildirdi. Sənin kimi oxuyur, bənzətmə anlayışı bildirdi. Görürsünüz, sənin kimi sözü sənin sözünə qoşuldu, kimi qoşması və bənzətmə çalarını yaratdı. Yəni qoşma sözlərə qoşularaq müəyyən mənaçaları yaradır. Ya istiqamət, ya bənzətmə, ya aidlik və s. Bunu gələcəkdə keçəcəksiniz. Bağlayıcı neyinir bəs? Bağlayıcı isə cümlələr, sözlər, həmcin sözlər arasında əlaqə yaradır. Yəni sözlər və cümlələr arasında, abzaslar arasında, mətnlər arasında əlaqə yaratmağa kömək edir. Adına da baxın, bağlayıcı. Bağlayır. Yəni cümlələri, sözləri, mürəkkəb cümlələrin tərkib hissələrini, abzasları, mətnləri bir-birinə bağlamağa xidmət edir. Sonra gəlirik ədata. Ədat neyinir? Ədat sözlərin və yaxud cümlələrin təsir gücünü artırır. Bəzən sual düşür ki, hansı köməkçi nik hissəsini cümlədən çıxardıqda mənasına ciddi xələl gəlməz. Mənasında dəyişiklik baş verməz. Bu ədatdır. Yəni ədat bir cümlədə sözün yanında işlənirsə, qarşısında işlənirsə, onun təsir gücünü artıracaq. Ancaq təsir gücünü. Sonra modal sözlər. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Deyirəm, məncə onlar gəlməyəcək. Görürsünüz, mənim fikrimcə. Nəhayət onlar toplaşıb getdilər. Nəhayət ümumiləşdirmə bildirir. Deyirəm, şübhəsiz ki, biz qalib gələcəyik. Burada yəqinlik, doğruluq bildirir. Bəlkə də onlar getməyəcəklər. Bəlkə də burada güman, şübhə bildirir. Yəni modal söz nədir? Danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Nidanın funksiyası isə hiss-həyəcan bildirməkdir. Nidalar hiss-həyəcanı artırmağa xidmət edir. Yəni qorxu, narahatlıq, sevinç, qəzəb bu kimi ifadələri bildirir, çağırır və s. Bir neçə cümlədə yazaq, o da köməkçi nik hissələrini nəzər yetirək və yekunlaşdıraq. Cümlələri yazım, vaxt getməsin, sonra videonu davam elətdirək. Burada bir neçə cümlələr yazdıq. Gəlin baxaq görək hansı köməkçi nik hissələri işlənmişdir. Aysun və Əli bazara getdi. Baxın, burada və bağlayıcıdır. Aysun və Əli sözlərini bir-birinə bağlayıb.
Bazara getdi. Kim? Aysun və Əli. Burada mübtadələrdir. Yəni Aysun və Əli sözlərini belə izah edeyim sizə. Aysun və Əli sözlərini burada və bağlayıcısı bir-birinə bağlamağa xidmət eləyib. Bəh-bəh, nə gözəl havadır. Burada bəh-bəh nidadır. Görürsüz? Bəh-bəh xoş bir ifadə bildirir. Və nidalar modal sözlər. Cümlənin əvvəlində gəldikdə, bax buradakı kimi, ondan sonra vergül qoyulur. Cümlənin ortasında gəldikdə hər iki tərəfindən vergül qoyacağıq, həm sağından, həm solundan. Cümlənin sonunda gəldikdə isə özündən əvvəl vergül işarəsi istifadə etməliyik. Ən çətin iş bizimdir. Görürsüz, burada ən çətin. Baxın, əni silirəm, çətin iş bizimdir. Ən çətin iş mənanı qüvvətləndirməyə xidmət eləyir. Deməli, burada ən nədir? Ədat rolunda çıxış eləyir. Sənin kimi oxuyur. Kimi nədir? Sənin sözünə qoşulub, görürsüz, qoşulub deyirəm. Bənzətmə mənasını bildirir. Yəni, burada kimi qoşmadır. Səhərə qədər yatmayacaq. Zaman bildirir. Yəni, səhərə qədər yatmayacaq. Burada qədər nədir? Qədər də qoşmadır. Səhər sözünə qoşularaq qoşma bildirir. Şübhəsiz o doğru deyir. Şübhəsiz nədir? Modal sözdür. Fikrə görürsüz, münasibət bildirir. Yəni, münasibət bildirir ki, doğru mu deyir? Dəqiq mi deyir? Yalan mı deyir? Şübhəsiz. Şübhəsiz o doğru deyir. Şübhəsiz də burada dəqiqlik bildirən modal sözümüzdür. Və görürsüz, cümlənin əvvəlində gəldiyinə görə özündən sonra vergül işarəsindən istifadə etmişik.